Taskı O deməli sənə bir dənə tapşırıq. Serializasiya və deserializasiya vasitəsilə bir dənə login sistemi qurmağı istəyirəm. Okay? Yəni istəyirəm ki, bir dənə login sistemi qurasan, bu serializasiya və deserializasiya vasitəsilə işləsin. Okay? Tamam. oldu. Sistemə Bəli. girim, save eləyim, sonra sistemdən gələndə də mənə desin ki, şifrəni yaz, şifrəni yazım, sistemə daxil olum. İndicə belə eləyək. Keçək mövzumuza, dərsimizə daha doğrusu. Dərsimiz nədir? Deməli, Docker-ı açıram. PostgreSQL yazdım. Local host. Şimdi Java user. Java user adlı bir dənə burada sistem var. Mən onu ilk olaraq select eləyirəm. Windows from run eləyirəm. Nədir bu? Yoxdur de. Ha, tamam. Bax içərisində heç nə yoxdur. Düzdür var. Okay mi? Bəli. İndi nə edirəm? Mən bunun içərisinə hər hansı bir data insert eləyəcəm. Bunun içərisinə data insert eləmək üçün lazım olan məsələ nədir? Insert, into, düzdür? Java, users, doğrudur. Nə olsun? Mən nə insert eləyək? Name, email, password, photo. Düzdür? Sonra nə edirik? Values. Məsəl üçün name olsun. Vahid. Email olsun. Süleymanov. Vahid olsun. Vahid at gmail.com. Password olsun. Salam 1 2 3 4 5. Foto olsun. Vahid.png. Run eləyirəm. Ha. Nədədir xəta Vahid bilirsən? Bizə dəqiqə baxma. De. Deməli. İki dırnaq, iki dırnaqda bir dırnaqda yazılmalıdır. SQL-də bunlar bir dırnaqla yazılır. Bəli. Select eləyək. Okay. Buradadır görürsən? Vahid. İndi nə edirik Vahid? Bunu elə eləyək ki, Java vasitəsilə həyata keçirək. Tamam mı? Ümumiyyətlə Java vasitəsilə hal-hazırda etmək istədiyimiz əməliyyata CRUD deyilir. CRUD adına nə deyirik? Java Spring Boot. Əla. Nədir CRUD? CRUD create, read, update, delete anlamına gəlir. Yəni yaratmaq, oxumaq, update eləmək, silmək. Yəni yeniləmək, silmək. Post, get, put, delete mənasına da gəlir. Bu CRUD-la sən tez-tez qarşılaşacaqsan ümumiyyətlə belə deyim də. CRUD nə üçün istifadə olunur, niyə istifadə olunur? Spring-in içərisində bir endpoint görəcəksən, endpoint-a müraciət edəcəksən və s. Aydındırmı? Gələcəkdə də CRUD anlayışı bizim üçün çox belə deyim də qarşımıza çıxacaq. CRUD da hal-hazırda öyrəndiyimizdə bizim burada CRUD-dır. Yəni yaratmaq, oxumaq, düzdür?
İndi belə eləyək də, onda bunların yerlərini dəyişək. Yaratmaq, oxumaq, nə idi? Update. İndicə bir dənə onda update də eləyək. Necə olurdu update? E, yəni update yazırıq. Update, update, nə? Java Java user users set, nəyi set eləyirdik? Tutaq ki, e, neyim? Bərabərdir. Vahid Süleymanov where ID'si 1 olan bir məsələn. bərabərdir 1 deyil 7-dir. Əvvəl Hə, yaz 7. əlavə olunubdu ona görə. Successful oxuduq və Vahid Süleymanov. Aydındır? Okey? Bəli. Tamam. Bu belə. Delete necə olur? Deyə bilərsən. Delete from delete from Tamam. Nə? Java user Java users where e, və ID'si 7 olan məsələn. ID bərabərdir 7. Əslində bütün sistemlər bunun üzərində durur. Bu arada var. Okeymi? Tamam. Ya indi Bəli. belə deyək, buna CRUD deyirlər. Bu CRUD-ı biz gəl belə edək. Bunu select edeyim bir dənə. Boşdur görürsən. Bunu gəl Java vasitəsilə eləyək. Yəni bir qeydiyyat sistemi düzəldək, qeydiyyat sistemi getsin şeyləsin. Maven'dan eləyəcəm. New project. Maven proyekt olsun. Java 2 olsun. CRUD. Nə olacaq burada? GDBC. Download. Copy Maven. Dependencies. OK. Yerləşdirdik, yerləşdirdik. Bağladıq. Salam dünya işləyir, deməli işləyir. Bilən baxın pomun içinə. Hə, paketi yükləməyim lazım. Yüklədik. Tamam. Başlayaq yazmağa. Deməli ümumiyyətlə var. CRUD əməliyyatı yazırıqsa, bizim ilk olaraq ümumiyyətlə connection'ımız bir dənə olmalıdır. Connection tipində informasiyamız olmalıdır və bir dənə bura mən gəlirəm, metod yaradıram, class yaradıram. Classımın adı olsun Postgres. PostgreSQL. Tamam. SQL. PostgreSQL. Və bu mənim PostgreSQL elementim. PostgreSQL-in deməli mən nəyin təyin etməliyim ilk olaraq? Deyə bilərsən Vahid? Birinci ID'sini, Necə? ID'sini yoxsa necə? ID-sini. Okay. Gəlirəm yazıram nə? Bura yazıram. Yox, ID yox. İlk olaraq private gizli formada, static formada, final formada, string bir dənə nə yaradıram? URL. Bu arada yadında saxla. Final ifadələr həmişə böyüklə yazılır. Okay. Tamam. Bəli, bəli. URL-dən sonra user, user'dan sonra password. Okay. Sonra nə edirəm? GDBC düzdür. 2 nöqtə post SQL düzdür. 2 nöqtə slash slash nə? Localhost 127.0.0.1 də deyə bilərik də düzdür. Bəli, Səndə 54 fərqli 32. idi. 54, 32. Səndə port fərqli idi, düzdür. Bəli. Database-də Postgres. Press. Postgres. Hardadır? Buradadır. De.
Görsən? O, Postgres database-im. Başqa database yarada bilərəmmi? Əlbəttə yarada bilərəm. Amma hal-hazırda ona getmirəm də deyib da buradan create database verib, database ad falan verib yarada bilərəm. Aydındır? Və yaxud da create database ilə vasitəsilə də yaratmaq olar. PostgreSQL create database. Bax, komandamız da var burada bir dəqiqə. Aman, deyib da. Create database, database name'i, owner'ı falan vesaire bunlar burada təyin edirik də. Aydındır? Okey? Bəli. Əla. İndi keçirik hara? Database'imizi götürdük. Postgres database'imizi. Keçirik bura user. User'imin adı da məndə Postgres idi. Kodumda salam 1 2 4 5 idi. Salam 1 2 3 4 5 salam idi. Doğrudur? Əla. İndi mən təyin elədiyim dəyişənlərindən istifadə edərək gəlib bir dənə connection yaradacağam. Yazıram ki, public çöldən əl çatan olmasını istəyirəm. Static nə? Connections. Mənim bu tipim connect belə olur da. Connection tipində SQL-dən gəlir. Bir dənə connection klassı olacaq. Daha doğrusu metod olacaq. Connect metodu. Connect metodusa bu deməli geriyə nə qaytarmalıdır? Connection tipində bir dəyər qaytarmalıdır da mənə. Doğrudur. İndi keçirəm nə edirəm? Connection qurmaq üçün yazıram try catch. Hansı exception olmalıdır burada? SQL exception. SQL not found. Ha, yoxsa SQL exception. SQL e nokta print string stack trace. Print stack trace. Okay. Keçək bu hissəyə. Yazıram mən bir dənə connection yaradıram. Mənim amma connection'ım global tipdə olmalıdır ki, sonda return eləyə bilim. Onda nə edirəm? Bir dənə connection tipində con yaradıram. Bərabərdir. Deməli nə olsun? Null. Başlanğıcda nulldur. Deyirəm ki, con bərabərdir driver manager nöqtə get connection içərisinə URL, içərisinə user, içərisinə password. Okay? Yerləşdirdikmi? Yerləşdirdik. İndi belə bir şey edəcəm. Yazacağam ki, south db connected. Database connect oldu. Və ən sonda da nə edəcəm? Return connection. Okay. Deməli, mən bir dənə connection qurdum. Bunu atıram digər hissəyə. Keçirəm bura. Bunun içərisində gəlirəm. Deyirəm ki, çağır. Nəyi çağır? PostgreSQL nöqtə connection. Run eləyirəm. Nə deyir bu? Password authentication file. Heç bu yoxdur. Run eləyirəm. Nəsə burada səhvdir. Bir dəqiqə. Bəlkə URL səhvdir. DDBC, PostgreSQL, localhost 54.32 Postgres. Aslında səhv deyil. Yes. Normalda salam 1 2 4 5 salam olmalıdır. Keçən dəfə qoşulmuşdu. Yəni bu şeylərdən qoşulmuşdu səhv. İndi qoşulmalıdır. Nəysə burada başqa bir şey var. Deməli 7-ci sətirdə xəta var. 7-ci sətirdə PostgreSQL 18-ci sətirdə connection driver connect URL user password. Maraqlıdır.
Belə eləyək. Connection string'i də alaq burada. Documentation'a gələk. Deməli bu. Bizdə budur da, düzdür? Və səhvdir deyib bura. A hərfi düşüb bura. Boşuna bayaqdan axtarmaq. Deyirəm axı o bayaqdan deyir ki, password səhvdir. Prosto mən də baxıram ki, password düzdür. Deyirəm bəlkə nə səhv yazmış. Əslində bu burada deyir, passworddan fail. Okey. Connect oldu. Aydındır mı? Sual var bura qədər var. Xeyr, xeyr yox. Okey, əla. İndi nə edirəm? Keçirəm insert yazacağam. Database-ə buradan data insert edəcəm. Bunun üçün nə edirəm? Connection-ı bağlayıram. Gəlirəm yazıram. Public static void deməli belə olsun insert. Insert adlı bir dənə metod. Insert metodum nəyi alır? Ad, name, email, password, foto. Buradakini alır. Okey. Hamısında nə var? String. Okey. Tamam. Yerləşdirdik. Name, email, password, foto. Düzdür? İndi bax, Vahid. Mənim data insert eləməyim üçün ehtiyacım var bu SQL koduna. Düzdür? Doğrudurmu? Bəli. Çətin heç nə yoxdur burada. Belə eləyirəm. String SQL və yaxud da buna query də deyirlər, fərqi yoxdur. Dırnaq içərisində yazıram bu SQL kodunu. Okey. Deməli deyirəm ki, insert into Java və bunu deyirəm insert eləyəcəksən. Aydındır? Amma belə bir şey var. SQL injection deyə bir problem var. Qarşılaşmısan bilmirəm yoxsa yox, adını eşitmirsən yoxsa yox. Gəlirəm sənə YouTube. Creation. Bir dənə video göndərəcəm. Bizim sırf security ilə bağlı olan videolarımızdan göndərəcəm. Okeymi? Oradakı videoya mütləq baxarsan. Tamam? Ol. Security ilə bağlı. Deməli, bax burada 9 dənə mövzudur. Right. Oldu mu? 9 mövzuya mütləq bax. Səmrə xanım yoxdur da videoya baxanda mütləq baxması lazımdır. SQL injection nədir? Sənin sistemində olan SQL boşluqlarından yararlanaraq sistemə zərərli kodlar göndərmək. Aydındır mı? Bax, bunun qarşısına keçmək üçün GDBC belə bir yol izləyir. Deyir ki, sən göndərəcəyin value-nu, burada value-nu göndərir də user. Doğrudur? Doğrudurmu? Ha, bəli. Deyir, sən göndərəcəyin value-nun yerinə sual işarələri qoyursan bu formada. Okey. Deyir, mən o value-nu səndən başqa yolla tələb eləyəcəm. Hansı yolla? İndi ona gələcəyik. Aşağıda deyir ki, deyir sual işarəsi qoysan, mən o sual işarəsinin yerini özüm dolduracam. Necə dolduracaq, indi onu deyəcəm. Aşağıda gəlsən, try with resource istifadə edəcəyik biz. Buraya yazırıq catch in the SQL exception E hərfi E nöqtə print stack trace. Okey, yerləşdirdik. İndi belə bir situasiyamız var bizim.
Ortada əməliyyatları yazacaq. Amma əməliyyatları yazmaqdan qabaq belə bir şey deyirəm. Auto close deyilən bir anlayış var. Aid. Auto close dəstəkləyən bütün belə deyim də metodları yazarkən yaxşı olar ki, bu formada yazasan. Bu formada. İki yol var. Ya gəlib sonda final yazıb açılan connection'ı bağlayacaqsan, aydındır? Ya da ki bu formada Olsun. yazacaqsan, bu formada yazacaqsan, o özü sənin yerinə avtomatik bağlayacaq. Yəni try-dan sonra bir dənə blok açırsan, daha doğrusu mötərizə açırsan, keçib mötərizənin içində kodları yazırsan. Yazırsan connection tipində bir dənə con var. Bu da bərabərdir PostgreSQL-in nöqtə connection-ına. Okey? Yəni yuxarıdakı bax bu connection-a. Aydındır? Okey mi? Tamam. Evet. Və aşağıda da deyirəm ki, bu birinci məsələ. İndi deyirəm ki, statement yaratmalıyam bir dənə. PostgreSQL kodunu run eləmək üçün bir dənə statement yaratmalıyam. Okey mi? Yazıram ki, nə? Prepared statement. PSTMT yazaq adına. Statementdə statementin qısaldışı bərabərdir. Connection'dan nöqtə prepare statement. Okay. Hansı statementin içinə hansı query gedəcək? SQL gedəcək. Okay mi? Görək bu nədir? Deyirəm ki, try. Sən bir dənə connection yarat ki, connection'ı burada yaratmışdıq. Düzdürmü? Çölə return eləmişdik. Doğrudur. Yaratdığın connection'ı çölə return elə, kana ötür. Bax bu kana ötür. Və sonra nə edə? Sonra bir dənə statement yarat. Prepare statement. Prepare statement nə edir? Deyirəm ki, bu prepare statement bunu run eləyəcək. Bax, bunu run eləyəcək. Bu kodu run eləyəcək. Aydındır? Okey mi? Evet. Və bunu da hansı tipdən? Connection tipindən çağırırıq. Elə bu connection içindən run eləyəcəyim SQL kodunu çağırıram. Doğrudur? Okey? Sual yoxdur ki, bura qədər. Yox. Elə bir bu nöqtə clause mənə daha asan gəldi elə bir. Nöqtə nə? Nöqtə clause mənə daha asan gəlir elə bir O sənə bunu səs yazmaq. gələ bilər, çünki o çox köhnə üsuldur. Amma bu daha vacib üsuldur, daha müasir üsuldur. Aydındırmı? Bildim. Köhnə üsul security deyil. Tamam, bu daha security. Okey mi? Evet. Başa. Tamam. Ona görə bunu öyrət. İndi aşağıda da nə deyirəm? Bax, try-in blokları içərisində də nə deyirəm? Deyirəm ki, prepare statement nöqtə set string. Deyirəm buna bir dənə string set elə. Nəyi? Neyimi. Okey. Neçənciyə? Birinciyə. Hə, deyə bilərsən bu nə anlama gəlir? Bu o anlama gəlir. Deyirəm, prepare statementin içində bunu ötürüb də, düzdür? Right. Deyirəm, Evet. birinci sual işarəsinin yerinə neyimi ötür. Yəni elə bir o arxada neyimi alır, kontrol eləyir. İçində zərərli kod varmı, yoxsa yoxmu? Tamam. Zərərli kod varsa təmizləyir, yoxdursa nə edir? Aparır yazır sistemə. Yəni bunun yerinə elə bir mənim burdan arqument olaraq göndərəcəyim neyimi, mənim yuxarıdan bax burdan insertin içinə arqument olaraq göndərəcəyim neyimi təmizləyir. Çünki mən ora Java kodu da göndərə bilərəm də. SQL injection dərsi ilə tanış olanda burada sənin üçün aydın olacaq nə demək istədiyim. Aydınmı? Onu soruşasaydım mən, yəni bu hardan biləcək ki, o məsələn zərərli kod hansıdır, məsələn şey Onu hansıdır? içəridə bir alqoritmi var onun. Həmin alqoritm vasitəsilə analiz edir ki, bu bura adi data mı yazır, yoxsa SQL kodu mu yazır? SQL-in içində işləyən kod SQL kodu ola bilər də, düzdür? Evet. Doğrudurmu? Select yaza bilər, delete yaza bilər, doğrudurmu? Düzdür? Təsəvvür qeydiyyat Evet. panelindən bir dənə delete yazırsan, gedir oturur sistemdə. Aydındır? Bir də onu soruşsun. Məsələn o orada deyirsən, məsələn birinci sualın yerinə gətirir, məsələn name və ya da fərqli bir şey yazır da. Orada sualı yazmaq vacibdir, yoxsa proqram Vacib. özü başa düşür? Məsələn, Mütləq. Yox, birinci yox. daşın Mütləq əri yazmalısan. elədi kimi də, məsələn birinci indeks Yox, apardı, yox, məsələn yox. name. Yazmalıdır. Bitdi bu qədər. Yəni sual işarəsini gedir axtarır orada. Ha, bildim, bildim. Başa.
Gedir, sual işarəsini axtarır. İlk qarşısına çıxan sualın yerinə neyimi qoyur? Bəli, bəli, başa düşdüm. Mən də bildim o indeks olaraq gedir məsələn yoxlayır, tutar ki, ikinci indeksə aparır məsələn şeyi yazır, tutar ki, pasportu yazır, üçüncü indeksə aparır məsələn, Yox, üçüncü elə sual. bir deyir ki, birinci bildiyin bir şeydə birinci parametr, birinci sual işarəsinin yerinə bunu yaz. Bəli, bəli, başa düşdüm. Aydındır? Bəli, bəli. Okay. Elə bir ikincinin içinə bunu yaz. D. İkincinin içinə nəyi yazır? Deməli yuxarıda Mail nə idi? yazır da, düzdür? E-mail, bəli. Üçüncünün içinə nə yazır? Pasport, Password. Dördüncünün içinə nə yazır? foto. Foto. 3 və 4. Okey. Run elədim. Deməli yazdım, düzdür? Elə bir bu apardı bizim kodları yoxladı. Tam bu formada bir dənə şeyimizi düzəltdi. Elə bir query'mizi düzəltdi. İndi bu query-ni execute eləmək lazımdır. Yəni yazmaq lazımdır. Run, icra eləmək lazımdır. Elə bir kodu düzəltdim, bu düyməyə vurmaq lazımdır elə bir. Aydındır, bax bunun da adı execute query-dir. İndi bax, gəlirəm nə deyirəm? Deyirəm ki, nə? PostgreStream və yaxud da buna nə deyildi? Prepare stream nöqtə nə? Execute update. Deyirəm ki, yuxarıda qoyduğun kodu execute elə. Run elə yəni. Okay? Tamam? Və buranı run eləyəcəm. Nə deyəcək? Keçək buraya, bunun aşağısına. Yazıram ki, south data insert. Hal-hazırda insert DB connect oldu. Okey, əla. Hal-hazırda içəridə heç nə yoxdur ki, bax data yoxdur içəridə. Fikir versiniz. İndi gəlirəm nə edirəm? Deyirəm ki, PostgreSQL nöqtə insertin içinə data göndərirəm. Nə olsun datam? Ali, Əliyev, Ali, ali@gmail.com Salam 1 2 3 4 5. Birisinin adı neydi? Birisi neydi? Foto ali.png Run eləyək. Ha? DB connect oldu. Data insert. Data insert oldu. Bu arada bunu birinciyə heç ehtiyac yoxdur. Bu özü datanı insert eləyəcək. Select eləyirəm datanı. Bax. Artıq 8-ci element əlavə oldu. Aydındır? Okay. Bəli, bəli. Təkrar select eləyirəm. Nə deyəcək? Connect, DB connection şey verdi. Belə deyim də xəta verdi. Niyə xəta verdi? Zaten deyir bu şey mövcuddur. alialiyev@gmail.com mövcuddur. Aydındır? Aliyev Avaz. Avaz yazıram. Avaz və avaz.png. Png-ni çağırıram. Run eləyirəm. Data insert. Select eləyirəm. Artıq burada həm əli var, həm də əvəz var. Sual varmı? Xeyr, yox. Bir dənə şey soruşa bilərəm. Bu Buyur. məsələn bizim cədvəllərə məlumatlar əlavə edirik də. Amma məsələn bu cədvəl hazır olmalıdır da belə deyim. Yəni create olmalıdır da şeydə PostgreSQL-də. Bəli, bəli. Create vəziyyətdə olmalıdır, belə hazır vəziyyətdə olmalıdır. Yəni onun Create şeydən hazır. edilmiş olmalıdır, əlbəttə. Bir də deməli məsələn biz orada məlumatları insert edəndə tutaq ki, orada create edəndə birinci yazırıq. Məsələn tutaq ki, fotoya not now yazırıq da məsələn bir məlumat yazılmalıdır belə deyək. Aha. Onu sonra şeydə məsələn mən Java-da tutaq ki, overloading edirəm şeyi məsələn o metodu da tutaq ki, siz Java-da bayaq select insert elədiniz burada Aha. məsələn şeydən connect metodu ilə. Məsələn mən o connect yox, insert metodu ilə məsələn insert elədiniz. Mən o inserti overloading eləyib tutaq ki, ora fotonu yazmıram, amma foto vacibdir orada. Məsələn yazılmalı, notla olmalıdır.
Hı. SQL-də belə deyim də şeydir. Məsələn, not null yazılıb da, məsələn, null olmamalı, boş olmamalıdır belə deyək. Aha. Məsələn, overloading edib onu, məsələn, fotonu yazmasam, təzədən insert eləyəcək ora, yoxsa o fotonu belə deyək Foton də mən göndərməsən belə olacaq. Sənə deyəcək ki, bunu göndərə bilmirəm. Xəta var. Bayaqki xəta necə? verir. Xəta Bayaq verir. məndə çıxdı dediyi data təkrardır. Aydındır? Və eyni Hmm. qaydada o formada mənə deyəcək, sənə deyəcək ki, bunu mən göndərə bilmirəm. Aydınmı? Ha, bildim, bildim. Başa düşdüm. Ki, yəni error qaytaracaq, catch blokuna düşəcək də. Yəni Aydındır? mütləq o yazılmalıdır da, yəni belə deyək. Bəli, Notunu bəli, al. bəli. Bəli, bəli, başa düşdüm. Başqa sual? Xeyr, yoxdur. Yəni onu mən overloading eləyə bilmərəm də, belə deyim. O əgər naldısa, yəni onu fərqli tutaq yaza bilmərəm də. Neynəmək istəyirsən foton göndərməyəsən? Fotonu göndərməyim, amma foto vacibdir da, belə deyim. Mən onu overloading eləmişəm. Tutaq ki, fotonu Onda e, gedib datanı create eləyəndə deyirsən ki, əgər data gəlməzsə bu düşsün. hə, hə, Və hə, yaxud da bildim. deyə bilərsən, əgər data göndərilibsə bu işi gör. Aydındır? Bəli, bəli, başa düşdüm. Belə. Bəli, bəli, şey, Benim var nə constructor sual var? Hı? xeyr, Necə? xeyr. Constructor metodunun içində eləyə bilərik də onu sonra. Məsələn, Hər ki, şey. məsələn bu Yəni, o konstruktorda eləyə bilərsən, nə bilim, hər klassın hər hansı bir yerində eləyə bilərsən. Aydınmı? bəli, bəli, başa düşdüm. Insertin öz içində də eləyə bilərsən. Sual var? Xeyr, yox. Hmm. Sual yoxdur, indi gəl belə eləyək. Set string, set inti başa düşdün. Bu arada burada set stringdir. Bəzi yerlərdə də nöqtə set, bax burada int var, array var, blob var, ASCII string var. Görsən, bax binary var və s. Aydındır? Yəni setin çoxdur da yerləri. Aydınmı? Okay? Bəli, bəli. Yəni mən burada indi string niyə yazdım? Çünki gələn datam stringdir də. Bax bunlar string tipindədir. Okay? Amma məsəl üçün indeksi də yazsaydım əgər ora, deyirəm ki, tutaq ki, bax, burada deyirəm ki, ID-ni də göndərəcəm. Okay, tamam mı? ID-ni də göndərəcəm. Sonda bir dənə də bura ID üçün sual işarəsi qoyuram. Onda bura nə yazdım? İnt olur. Pstream nöqtə set int. Deyirəm ki, 1-ə göndər ID-ni. ID-ni. ID-ni hardan alır? Buradan alır. Int ID. Okay. Bunu yerləşdirdik. 2-yə göndər, 3-ə göndər, 4-ə göndər, 5-ə göndər. Aydınmı? Sual var ora ilə bağlı. Xeyr, yox. Okay. Ha, burada bax bir dənə çatmır. Buradakı ID göndərməyim lazımdır. ID də nədir? Neçəncidən? 10, 11. Mən eləyirəm. 11. Nədir bu? Duplicate 2. Ha, əvəz deyir var da. Olsun. İbrahim. Ha, eyni şeyi yazmır ha təzədən. Əlbəttə, çünki mən demişəm email orada unique olsun axı. Ha, ha, Email unique olmasını demişəm də ona görə yazım. Aydındır? Data bəli. insert olundu. Run eləyirəm bu formada. Sual var bura qədər? Xeyr, yox. Okay. Sual yoxdursa gəl eləyək. 2 dəqiqəmiz qalıb. Selekti göstərə bilməyəcəm, yarımçı qalacaq. Gəl bir də 5 dəqiqə fasilə verək, sonra başlayaq. Oldu mu? Oldu, oldu. Okay. Oldu.